Sumqayıtın bəzi ərazilərində suyun verilməsində fasilələr yaranacaq. Bu barədə Milli Az və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib. 1. 3 may tarixlərində Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar şəhərin bəzi hissələrinə Müşfiqabad, Altıyalı, 28 may qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq. Ölkə 3 gün su olmayacaq. 30 aprel 2025 15 52 baxış 591 Sari 10 WhatsApp Sari 10 Telegram Sari 10 Facebook Sari 10 Twitter Print de minimal faiz dərəcəsi ilə nağd kredit 10,49% dən cəmiyyət. Sumqayıtın bəzi ərazilərində suyun verilməsində fasilələr yaranacaq. Bu barədə Milli Az və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib. 1. 3 may tarixlərində Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar şəhərin bəzi hissələrinə Müşfiqabad, Altıyalı, 28 may qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq. 3 may axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.